Bugünkü burnumuz da Almaniyadan seçib gəlib, pasiyentimiz Azərbaycanlıdır. Həm funksional, həm də estetik problemləri var idi. Nəfəs alma ciddi sıxıntısı, həm də görünüş ciddi sıxıntısı. Qapalı əməliyyatla bunu sonuçlandırmağa çalışırıq. Demək olar ki, əməliyyatımız bitib. Artıq son akordlardayıq və bu qapalı əməliyyatda da burnu qoruyucu orqan saxlayıcı əməliyyat şəklində metodika ilə icra etdikdə görünüş olaraq təbii, həm də funksional olaraq sağlam burun olur.